Salamlar hər kəsə, mən Elgün. Bir çoxunuzun bildiyi kimi bu kanalı dostum Əmrahla ortaq istifadə edirik. Hal-hazırda Əmrahın biraz şəxsi işləri falan olduğu üçün bir müddətdir ortalarda görünmür və uzun müddətdir də kanala video yükləmirik. İnşallah ki, yaxın zamanlarda Əmrah da mənim yanıma gələcək, birləşib bir yerdə daha gözəl, daha yaxşı kontentlər çıxaracağıq. Daha çox Asiya ölkələrinə gedəcəyik. Oralarda yaşam tərzi, gedişat, vəziyyət necədir, onlar haqqında da videolar gələcək. Mən hal-hazırda Rusiyadayam. 4-5 ildir mən bura gəlib gedirəm. Biraz bura haqqında bəhs eləmək istəyirəm. Bura gəlmək istəyənlər haqqında ki, biraz məlumat verici bir video olsun. Yəni bu xarakterdə olacaq. Bura gələnlər nə etməlidir, necə olsun, nədən başlamalıdırlar, nəyi etməməlidirlər qətiyyən. Belə izah eləməyə çalışım ki, daha ağlabatan olsun. Özümdən götürək ki, mən Azərbaycanda böyüdüm, doğuldum, böyüdüm, Azərbaycanda yaşadım, bəlirli bir səviyyəyə çatmışam. Həyat mənə göstərir ki, sən pul qazanmalısan. Həyat üzünü göstərir. Bir çoxumuz vaxtında böyüməyə tələsirdik, amma o deyil. Görürsən ki, böyüməkdə bir çox məsuliyyətləri artırır. Neyniyim, nə edə bilərəm falan filan. Birinin qohumu Rusiyadadır, birinin nə bilim qonşusu, dayısı, bibisi, xalası kimisə Rusiyada vaxtında gəlib yerləşib, əlaqə, zat, kömək. Sən gəlirsən Rusiya gəlmək istəyirsən və ya hardansa sistem tapırsan, burada iş verənlər var, işə götürənlər var, müdürlər var ki, öz firması üçün səni işə çağırırlar falan. Belə şeylər var. Sən də Rusiya haqqında heç bir məlumatın yoxdur, bir bilgin yoxdur, sadəcə dost ətrafında çayxanalarda falan eşitdiyim məsələlərdir. Özləri yaxınlaşırlar. Bu arada o məsələ yoxdur qətiyyən. Rusiya dedikdə, yəni hər şey gözlənildiyi, yəni təsəvvür elədiyin kimi deyil və elə də olmayacaq. Yəni sən nə eşitmirsən falan, hamısı boş məsələlərdir. Gəlib öz deneyimin tamamilə ayrı olur. Ki, misal üçün bura gəlirsən, tam qeyri-adi şeylərlə qarşılaşıb bilirsən ki, çoxu da sənin öz əlindədir. İşə götürənlə əlaqəyə çıxırsan, işə götürənsən, bilet falan alırsan, gəlirsən, yerləşirsən. Belə iş məsələsinə keçməzdən öncə, misal üçün istəyirəm bu prosesin sənəd məsələsini izah edeyim ki, sizə necə olmalıdır ki, necə rahat olsun və sizin üçün və problemlə çox qarşılaşmayasınız. Gəldiniz Azərbaycandan Rusiyaya düşdünüz, daxil oldunuz, sərhəddə pasport kontroldasınız, sizə soruşur, niyə gəlmirsən, qonaq gəlmirsən, işçi gəlmirsən, tələbə gəlmirsən, nə gəlmirsən. Qonaq yazdıra bilərsiniz. Qonaq yazdırda, misal üçün, sən burada Rusiyada 3 ay qalma hüququn var. 3 ay ərzində, sən 7 gün ərzində propiska düşməlisən. Propiska düşmək nədir? Hansısa yaşadığın bir yerdə qeydiyyata düşməlisən ki, mən burada yaşayıram. 7 gün ərzində bunu eləməlisən. Əksər yox, geciksən, cərimə ödəməli olacaqsan. İşçi olaraq, işçi kimi gəlirsənsə, rabota yazdırmalısan ki, rabotada yazdırdıqda eyni ilə, yəni 7 gün ərzində propiskan olmalıdır. Yəni qeydiyyata düşməlisən. Və 1 ay ərzində patent dediyimiz, yəni iş iznini almalısan. Bunun üçün də qanuni yolla izah edirəm mən sizə hamısını. Müəyyən universitetlərdə dil imtahanına girirsiniz, rus dili imtahanına girməlisiniz. Bu imtahanı keçdikdən sonra 20 sual olur, minimallə 17-sini düz cavab verilməlidir. Bundan sonra sertifikat alırsınız, o sertifikatın əsasına gedirsiniz medkomissiyaya, medkomissiyada bütün analizlərdən keçirsiniz, cavabları alırsınız, gedirsiniz miqrasyonlu sentrə. Miqrasyonlu sentrdə gün təyin olundu, görüş keçirildi, ödənişlər olundu, növbəti gün təyin olunur, o gündə də gedib patenti, iş icazəsini alırsınız əldə və o sizin əlinizdə olan gündən etibarən işləmə hüququnuz başlayır, işləyə bilərsiniz. Ki, çox insanlar onu gözləmədən də işləyir falan, yəni məsləhət görmürəm, yəni də siz bilərsiniz. Sənəd məsələləri bunlar, aylıq ödənişlər falan diqqətə alınmalıdır. Misal üçün, ödənişin üstünə bir gün gecikdirsə, patent avtomatik yana bilir ki, bu da yenə bir sürü problemlə qarşılaşdıracaq sizi. Vəziyyətin iş tərəfinə keçdikdə, misal üçün, güvəndiyiniz, etibar elədiyiniz və misal üçün, bir çox insan tərəfindən onaylanan, təsdiqlənən iş verənlərin yanına gəlməlisiniz. Olur ki, misal üçün, təəssüflər ki, bizim Azərbaycanlılar çoxdur burada iş verənlər, müdürlər.
ki, hə, 90-cı illərdən gəlib yerləşirlər, işləyirlər, biznes sahə qurub özün üçün əla, gözəl, amma yenə də gətirdiyi Azərbaycanlı həm yerlisini aldadır, aldatmağa çalışır. Yəni təəssüflər olsun ki, belə şeylər çoxdur. Bunlara diqqət yetirmək lazımdır. O yüzden etibar elədiyimiz, yəni güvənli bir yerə gəlməyimiz daha məsləhətdir. İş tərəfinə getdikcə, mən misal üçün burada stroqa tikinti yol inşasında işləyirəm. Müəyyən sahələr, saysız sahələr var ki, Rusiyada. Cürbəcür sahələr var. Mən Novosibirskdəyəm, Novosibirsk şəhərindəyəm. Rusiyanın 3-cü ən böyük şəhəridir. Burada deməli belə biz yol işinə məşğul oluruq. Mən adətən texnikalardan istifadə edirəm. Traktor, texnika, asfalt yaymadır, katokdur, frontalni pogrushki, Azərbaycancası, kondur səhv eləmirəmsə, ekskavator, traktor, belə bir şeylər. 4-5 ildir mən bura gəlib gedirəm, bu işlə məşğulam. Bundan əlavə sizə nə deyə bilərəm? Yəni bu iş üçün gəlirsinizsə, ya texnika bölümü var, ya fəhlə bölümü var, əl işi, robotçu var. Rüçnoy robotçular var, texnika robotçusu var, belə dəyişir. Misal üçün siz fəhlə olaraq gəlir, bir çox, misal üçün əksər bölgələrdən Azərbaycandan mən görürəm ki, bir çox insan gəlir, fəhləlik üçün gəlirlər bura. Amma düşündükləri kimi deyil qətiyyən. Orada fəhlə işləmişəm, bunu eləmişəm, onu eləmişəm, o vəziyyət deyil. Tamamilə burada fəhləçilik çox ağırdır. Azərbaycanla sadəcə bənzərlik lapatkanın eyni olmasıdır. İş sistemi olsun, işin ağırlığı olsun, saatı olsun falan filan. Bəzi insanlar dözmür, tab gətirmirlər buna və qayıdıb getməyə çalışırlar. Və gileylənirlər, narazılanırlar. Bundan əlavə də siz psixoloji olaraq sağlam olmalısınız. Var ki, insanlar psixologiyası zəif insanlar üçün bura deyil. Rusiya həqiqətən psixologiyası dözməyən, qaldırmayan insanlar üçün nəzərdə tutulmur. Burada sizdə çox çətinlik olur. Məsələn, Azərbaycandan gəlirsən, 10 illik yaşadığın qapı qonşu, bura gəlib bir həftənin içində tanımırsan, tamamilə fərqli bir insana çevrilir pis baxımdan. Yaxşı baxımdan çevrilən görməmişəm. Yaxşı baxımdan çevrilən psixologiyası normal insan, yəni gələndə məsələ buna eyni olacaq, insan dəyişmir. Bura gəldiniz deyə, misal üçün belə şeylərlə hazırlıqlı olmaq lazımdır. Var ki, insan görür vəziyyəti, işi, atmosferi görür, o deyil, görür, dözmür, tab gətirmir, qayıtmağa, qeyməyə çalışır, o zaman iş verənlə aralarında bir növ anlaşılmazlıq problemlər yaranmağa başlayır avtomatik olaraq. Bir də belə bir şey var ki, hamı fikirləşir, Azərbaycan filan kəs getdi, dırmıqla pul yığır, meşoq tapır pulu doldurmağa, hamı avtomatik onu düşünür. Bura gəldin, 1-2 ay sonra sənə atlaşan belə az olan insanlar səni yığırlar, zəng edirlər, mənə pul verə bilərsən, mənə borc ver falan. Onların düşündüyü avtomatik odur ki, sən burada kef eləyirsən. Yəni həyatın dibini yaşayırsan, həyatın ən gözəl şeylərini yaşayırsan və sənin pulun boğaza kimidir, sən itib batırsan pulun içində. Və halbuki təəssüflər olsun ki, bunu görüb yaşamayan üçün yəni elə deyil, həqiqətən elə bir şey yoxdur. Kəş olardı, amma elə bir şey yoxdur. Və təəssüflər olsun ki, misal üçün Azərbaycandan işləmək üçün xarici ölkə, misal üçün bizim millətimizin bir çoxu üçün ən ideal server buradır. Rusiyadır, vizasız, rahat biraz, digər ölkələrə nisbətən vizasız, rahat olduğu üçün. Yəni, bura gəlib bir müddət qazanıb, yığıb getmək bir çox üçün məsləhətdir. Mən məsləhət görərdim ki, bura gəlib daimi uzun müddətli yaşamayın. Pulunuzu yığın, işləyin və gedin. Bura düşündüyünüz, təsəvvür elədiyiniz kimi bir yerdə insanlar var, başaranlar var, illərdir gəlib qalırlar, edirlər, bu ayrı bir məsələdir. Mən burada insanlar tanıyıram ki, 90-cı illərdən buradadırlar. 90-cı illərdən bura gəlib gedirlər və eyni işi görürlər, eyni sistemdədirlər, eyni işi görürlər. Yəni, adama baxırsan ki, deyir 55-60 yaşındadır, soruşursan ki, buradasan da 90-cı ildən hələ də eyni işi görürsən, niyə? Adam hələ də fəhləçilik edir, hələ də lapatka, daş var, diyor, qaldırır, eyni sistemdən hər şeyini buraxmır bunu. Soruşursan, cavab yoxdur, bir şey bilmir. Bu nədən irəli gəlir, məqsəddən irəli gəlir. İnsanın tək məqsədi ya ölkədə ailəsi, qohumları falan onları yaşatmaqdır, ya yeyib içmək olur, torka əyləncəsinə xərcləyir, ya da ki, yollar fərqli ola bilər. Yəni, özü üçün bir yatırım, gələcək falan inşa etmək kəsinliklə fikirləşməyən insanlar var burada. Ki, nə məntiqdir, bugün bir tikə çörək tapıram yeməyə, bu mənim üçün bəsdir.
o məntiqlə gəlib burada illərini xərcləyənlər var. Şöyle ortada yenə prosta sən işləyirsən, başqaları qazanır, amma sən heç nə, yenə də sən işlədin, sən ömrün canın getdi, vəsiyo. Yəni, qısaca deməyim odur ki, gəlirsinizsə bir məqsədlə gəlin. Yəni, gəlməyi 2 dəfə düşünün, bura təsəvvür elədiyimiz kimi ideal bir yer deyil, çox çətinlikləri var. Yəni, bütün psixologiyamızı toparlayın, mən bunu bacararam deyib gələrsinizsə, hə, gəldiniz 5 ay, 6 ay sezonluq işləyir. Misal üçün, bizim olduğumuz Novosibirsk şəhərində sezonluq işlər gedir, 6-7 aylıq. Niyə? Çünki burada sentyabr, oktyabr, maksimum noyabr ayının ortasına qədər. Ondan sonra başlayır, -20'nin üstündə soyuqlar olur. Yəni, -20'nin üstündəki soyuqlar sizin üçün adi bir hal gəlməsin. Kimsə buna tab gətirmək çox çətindir. Yəni, istər-istəməz insan psixologiyası da sınır. İnsan bezir hər şeydən ki, misal üçün vaxtını sayanlar var ki, vaxt gəlsin, çıxım gedim ölkəmə, ailəmin yanına falan filan. Və yayın da o cəhətdən çox dəhşət istilər olur. Hal-hazırda misal üçün 34-36 arası civarında istilik var və biz burada asfalt qururuq, yol inşası edirik. Asfalt zavoddan çıxır 154 dərəcə ilə zavoddan çıxır, bizə çatır 140-135 dərəcə arası vurulur yerə, üstündən kadok keçirik falan filan. 80-90 dərəcədə qalır hələ də o. Təsəvvür elə 80-90 dərəcə ayağının altında asfalt və başı üstünə 30-35 dərəcə günəş. Yəni ikisinin arasında bunu bacararsan, bacarmarsan, onu diqqətli fikirləşməlisən. Gəlmədən Azərbaycanda bir yolunu tap, bunu yoxla ki, mən bu şeyi bacararam, yoxsa yox. Bu belə, yəni hər şeyin, işin gedişatı məsələsi. Birazdan sizə misal üçün işin gedişatını göstərəcəyim, necə işləyirik, necə gedir, daha çox maraqlı videolar göstərəcəyim, bir günüm necə gedir işdə. Bütün bu videolardan bəhs eləyəcəyəm, sizə çəkəcəyim, göstərəcəyim. İndi isə gedək biraz da buranın iş tərəfini göstərməyə çalışacağım sizə. Yəni iş necə gedir, proses nədir, biraz onlardan göstərim sizə. Misal üçün bu mənim sürdüyüm katokdur hal-hazırda. Onu istifadə edirəm asfaltı yaymaq üçün, presləmək üçündür. Burada misal üçün uşaqlar işləyir. Bu ərazinin opşi, ümumi asfaltı vurulur. Burada misal üçün qurulmuş asfaltdır, bu asfaltlı platçikdir. Kamazlar gəlir, asfaltı boşaldır və bura özü yaya gedir bunu. Hal-hazırda burada çox yüksək istilik temperatur var və günəş də buradan öz işini görür və bu istidə bu işi görməyi, yəni fikirləşməlisiniz ki, bunu bacararsınız ya yox. Və eyniliklə də kadokumuz da buradan gəlir və buranı presləyir, sürür. Spasiyo. Kadokumuz da gəlir. Bu şəkildə katotlayır buranı. Buna katotlamaq deyirik. Preslənir belə. Belə. Asfalt bu şəkildə qurulur, iş bu şəkildə gedir. İndi sıra bizdədir, biz də gedək işləməyə, işə salaq, başlayaq. Burada irəli gediş korsumuzdur. Burada suyu nizamlayırıq burada. Asfaltı susuz qurmaq olmaz. Avtomatik asfalt bu silindirlərə yapışır. Ona görə öncə suyu açırıq. Və oradan su başlayır.